Yerdə gördüm bir qəssab qardaş heyvan kəsir. Diqqət elədim kəsməsinə, gördüm çənəsindən kəsdi. Və hülqum getdi bədən üstə. Heyvanın kəsilmə şərtlərini deyirəm, qəssab qardaşlarıma müraciət edirəm buradan. Diqqət eləsinlər, cəmaat sizə inanır, gəlir sizdən ət alır. Cəmaata murdar ət yedirdib, haqqın boynuzda saxlamayın. Bu xalqa onsuz da halal haramın yolunu itirib, onsuz da hər yerdən haramlar, cəmaatın əksəriyyəti ət ala bilmir, ət bahalaşıb, toyuq yeyirlər. Toyuğun da biz ünvanını bilmirik, hardan gəldi, necə gəldi. Onsuz da bu yazıq cəmaat yediyi qidanın ünvanını bilmir. Heç olmasa sən bunun üçün heyvan kəsirsən, ayda, ildə biri gətirib balası üçün ət alır, sən onu murdar eləyib, verib, özün də ailə haram aparma. Denin, yəni nə? Heyvanı kəsməyin şərtləri var qardaşlarım, ay qəssab qardaşlarım, kəsilmə qaydası. Birinci, heyvan kəsən adam müsəlman olmalıdır. Müsəlman və müsəlmanlıq qaydalarına əməl etməlidir. Piyan olub heyvan kəsmə, Allahdan qorx. Müsəlman olmalıdır. Bir. İkincisi, qibliyə yıxmalıdır heyvanı. Da onun ayaqları bağlamalıdır, neynəmədə onların işim yox. Qibliyə kəsməlidir. Heyvanın canı çıxmamış o iliyin sındırmamalıdır. 4 damar vurulmalıdır. Qan tam getməlidir. Heyvan qan itirməklə ölməlidir. Hülqumun vurdun, 4 damarın vurdun, sümüyün kəsib incitmə, sındırma boynunu, zülm eləmə heyvana. O iş haramdır. Heyvanın, başın ölməmiş, yəni 4 damarın vurdun, hülqumun ayırdın, onu heyvan ölməmiş boynun sındırmaq haramdır. Haram iş görürsən. Baxmayaraq o ət halaldır, amma o iş özü haramdır. Sonra Bismillah deyilməlidir. Bəzən deyirlər ki, Bismillahirrahmanirrahim demək olmaz, yalan sözdür. Bismillahirrahmanirrahim deyir, Bismillah deyir, ya Allah deyir. Allah adı çəkilməmiş heyvan kəsmək haramdır. O heyvanı yemək olmaz Bismillahsız kəsilsə. Və ondan sonra dediyim kimi, kəsən bıçaq ehtiyata sən dəmirdən olmalıdır. Bu müasir bıçaqlarla kəsilməkdən ehtiyat eləmək lazımdır. Bu stildir, zaddır. Amma bu dəmir bıçaq olmalıdır ehtiyata əsasən. Dəmir olmayanda o birlərlə kəsmək olar. Və hülqum nəfəs borusunun ətrafında 4 damar eyni zamanda kəsilməlidir. O 4 damarın kəsilməsi üçün də hülqum o heyvanın boğazında yumru bir şey olur. Onun altından kəsilməlidir. Üstündən kəssən heyvan murdar olur. Murdar olur. Bax, mən özüm gözümlə görüb, ona görə özümə vacib bildim. Bu cümədə ola bilər, bəzilərinə xırda iş gəlsə, amma murdar eləyirlər və murdar ət yedirdilər cəmaata. Bəli. Və heyvanın çox təəssüf ki, gedirsən qəssabxanalara, görürsən haram əzaların satırlar, cəmaat da gördüyün alır. Bilmir halal nədir, haram nədir. Heyvanın haram olan əzaları, dalaq haramdır. Dalaq, ölmüş hüceyrələr qəbristanlığıdır bədəndə. Onu alıb balalarınıza yedirtməyin. Çox adam alır dalağı bəhbərlə aparır, kabab eləyir, yeyir. Heyvanın ağ ətləri haramdır. Cəmaatın əksəriyyəti alır onları. Sonra onlar indi satmaq haram deyil, onları satar biri it pişi üçün aparar, amma insan yemək üçün o haramdır. Sonra qan haramdır. Bəzən qurban qanın insanlar tutur, görmüşəm tavada qızardıb yeyirlər qanı, ya balasının alnına, əlinə vurur, qan nəcisdir, qurban qanı da olsa nəcisdir. Heyvanın başını kəsirlər, yumamış, başlayırlar soymağa, ondan sonra heyvanın canı çıxmamış soymaq haramdır və o qan ki başdan çıxır, o murdardır, o paltaruva dəysə mundardır. Namaz qıla bilməzsən, ətə dəysən murdardır. Bəzən görmüşəm yumamış, başlayırlar, əti doğrayırlar, o murdar ətdən, murdar qan da dəyir bütöv ətə, o murdar əti də alıb götürür, basırıq qazana, qazanamız murdar, yeməyimiz murdar. Ona görə qəssabdan aldığınız əti həmişə yuyun, sonra inşallah, yuyaq özümə də deyirəm, sonra bişirilməyə inşallah istifadəyə verək. Qan, murdar və haramdır. Fəzlə, heyvanın əti halal olan heyvanların nədisi pakdır, amma haramdır, onu yemək olmaz.
üzr istəyirəm ifadəmə görə, heyvanın cinsiyyət orqanları haramdır. Dişi heyvanın balalığı haramdır. Ətlərin içərisində bəzi əzalarda budun içərisində olur, bəzi əzalarda vəzdər var, yumru belə bir vəzdər var. Onlar haramdır yemək. Onları gərək ayırasan. Sonra ağ əti dedim. Beynin içərisində olan noxud boyda bir şey var. O haramdır. Toxum. Onurğa sütunun içərisində olan ilik haramdır. Budun qolun içərisindəki iliklər halaldır. Amma beldə başdan başa, boyundan başlayıb quyruğa qədər gedən hissədə belin içində olan ilik haramdır. Gərək onu qəssab kəsəndə ortadan çıxarsın, atsın ki, cəmaat gedib onu yeməsin. Sonra onurğanın iki tərəfində ağ bir şey var. Bəzən ona saç uzadan deyirlər, nə deyirlər? O haramdır. Sonra dalağı dedim, öd kisəsi haramdır, sidik kisəsi haramdır, gözün bəbəyi haramdır. Haram yesə insanlar, haramdan əmələ gələnə bilirsiniz nə deyirlər? Haramzadə, balalarımız olacaq haramzadə. Bir nəsli xarab eləmə, mənim qəssab qardaşım. O qədər rivayət oxuyaram sənin ki, qəssablar iki şeyə diqqət eləsələr, cənnət əhli olar. Birinci, namazın vaxtına diqqət eləsələr, qəssab olub deyir, baltanı qaldırdım ətə vurmağa, azan dedi, Allahu Ekber, vurmadım ətə, qoydum kənara. Allahın vaxtına öz ruzu vaxtımı qatmadım, namazın vaxtı. Bir də tərəzidə, çəkidə aldatmadım. Cəmaatla, insafla rəftar edim. 2 kilo ət istəyirsən, qardaş, mənə 2 kilo ət ver, çəkir deyir, 5 oldu, 5 kilo oldu. Adama xəcalət verir, bunu eləmə, insafla rəftarla utandırma cəmaatı. Tərəziyə diqqət elə. İnək ətin, dana ətinə qatma, ondan sonra at ətin, eşşək ətin qatıb, nəsil bə nəsilə gözümün qabağında olub bir nəfər qəssablıqla məşğul insan bu işlərə əl qoyandan sonra müflis olub nəyi var? Haram insanı sonda müflisilir. Həmişə də görürsən qəssabların əksəriyyəti şikayət edir, deyir, borcumu ödəyəmir. Çünki halal harama diqqət eləmirlər. Allah bizi nəsil bə nəsil süfrələrin halalla təmin eləyənlərdən qərar versin inşallah. Allah'ın verəm izzət-i cəlalı hörmətinə, Allah zamanı imamının zuhurunu təcil eləsin. Allah zuhura mani olan günahlarımızı əff eləsin. Bizi zuhura arzulan bəndələrdən qərar versin. Allah mömin-möminənin hər yerdə müşküllərini asan eləsin. Allah bizim də aqibətimizi xeyr eləsin. Allah dünyaya əmin-amanlığı ruzi təyin eləsin. Allah inşallah təbii fəlakətləri, müharibələri, xəstəlikləri, imansızlıqları və yer kürəsində həddin aşmış zülümlərə qüdrət əli ilə son qoysun. Allah zalimlar əlində möminləri dəstəgir eləməsin. Zalimin dünyada hər yerdə başın zalimlə qarışdırsın. Allah əsgər balalarımızı düşmən gülləsindən hifz eləsin. Qazilərimizə şifa versin. Şəhidlərimizi Kərbəla şəhidlərindən ayrı salmasın. Cəmi mömin-möminin hacətin, eləcə də məscid əhlinin, bizi eşidən qardaş bacıların hacətlərin rəva, dərdlərinə dəva eləsin inşallah. Bismillahirrahmanirrahim. Qul huvallahu ahad, Allahus samad, lam yalid və lam yulad və lam yekun lehu kufuvan ahad. Sadaqallahul aliyyul azim.